إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين أما بعد. Öncelikle kardeşler, Uca Allah'a dua edirəm ki, Uca Allah bu məclisimizi sevib razı qaldığı, ha belə mələklərin əhatə etdiyi məclislərdən etsin. Daha sonra bir mövzu barəsində xatırlatma etmək istəyirəm və düşünürəm ki və ümid edirəm ki, bu xatırlatma faydalı olacaqdır. Çünki Uca Allah öz kitabında buyurur ki, və zəkkir fə innə zikrə tənfə'ül müminin. Xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Xatırlatma etmək istədiyim mövzu 4 kəlmənin fəziləti barəsində olacaqdır. Bu kəlmələr Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbər kəlməsi olacaqdır. Yəni kəlmələr olacaqdır. Və bəzilərimiz bu kəlmələrin bəzi fəzilətlərini bilirik, bəzilərimiz heç bilmirik. Bəzilərimiz heç bilirik, unutmuşuq, heç bu zikirləri yanında həmin o fəzilətləri ağlımıza gətirmirik. İnşallah ki, güman edirəm ki, bu xatırlatma hər bir üçün faydalı olacaqdır. Və bu zikrin Allah qatında çox qədir qiyməti vardır. Və bunun üzərinə böyük fəzilətlər tərtib olmuşdur, mükafatlar tərtib olmuşdur. Və həmçinin Şeyx Süleyman Ər-Ruheyli Hafizullah deyir ki, İnsan hansı bir əməl etdikdə və yaxud da zikr etdikdə, o həmin əməlin, zikrin fəzilətini bilməlidir ki, insan nəfsini ona təşviq edə bilsin. Çünki fəzilətini biləndə insan onu rahat edir və fikirləşir, istəyir ki, onu etsin. Amma fəzilətini bilməyəndə ona səhnəkar yanaşır. Və bildiyiniz kimi də bu kəlmələrin də şəriətimizdə çoxlu fəzilətləri gəlmişdir. Və gəlin nəzər yetirək bu fəzilətlərə. Birinci, yəni Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbər kəlmələrin birinci fəzilətlərindən odur ki, bu kəlmələr Allaha ən sevimli kəlmələrdir. Necə ki, Samura ibn Cündəb radiyallahu anhu rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əhabbul kəlami ilallahi teala ərбə. Buyurmuşdur ki, Allaha ən sevimli kəlmələr 4'dür. La yaduruka bi ayyihinna bada'ta subhanallahi velhamdülillahi və la ilahe illallah vallahu ekber. Və yəni Allah Rasulü sallallahu aleyhi və səlləm dedi ki, yəni Allaha ən sevimli kəlmələr 4'dür və bu kəlmələrlə hansı ilə başlasan sənə zərər toxunulmaz. Bu kəlmələr hansıdır? Subhanallahi vəlhamdülillahi və la ilahə illallah vallahu ekber kəlmələrdir. Və digər Əbu Davud rahimehullah müstədində başqa ləfzən gəlir ki, Ərba'un hunna min atyabil kəlam və hunna minəl Qur'an. Deyir ki, bu 4 kəlmə kəlmələrin ən gözəlidir və onlar Qurandandır. Buyurur ki, sallallahu aleyhi və səlləm, bunlardan hansı ilə başlasan sənə zərər olmaz. Bu kəlmələr Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber. Deməli, birinci fəzilət odur ki, bu kəlmələr Allaha, birinci fəzilət Allaha ən sevimli kəlmələrdəndir. Yəni, sən bu kəlmələri deyəndə və biləsən ki, bu Allahın ən sevdiyi kəlmələrdir. İkinci fəzilət odur ki, bu kəlmələr Peyğəmbərə günəşin üzərinə doğduğu şeylərdən ən sevimlidir, daha sevimlidir. Bu kəlmələr Peyğəmbər sallallahu aleyhi və səlləmə ən sevimli kəlmələrdir. Necə ki, Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Lən əqulə subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber əhabbu iləyyə mimmə tələət aleyh şəms. Buyurur ki, mənim subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber deməyim
günəşin üzərinə çıxdığı hər bir şeydən daha sevimlidir. Və bu da onu göstərir ki, dəyərli qardaşlarım, bu kəlmələr Peyğəmbərə sallallahu aleyhi və səlləmə ən sevimli kəlmə olmuşdur. Və bu kəlmələri deyəndə sən əziz Peyğəmbərimizin ən sevdiyi kəlmələrini söyləyirsən. Üçüncü fəzilətlərdən bu kəlmələrin 100 dəfə Subhanallah 100 qula, 100 dəfə Elhamdülillah 100 ata, 100 dəfə Allahu Ekber demək 100 dəvəyə, 100 dəfə La ilahe illallah demək göyü və yeri doldurmağa bərabərdir. Sahabə Ummu Hani bint Əbu Talib radiyallahu anhədən rəvat olunur ki, belə demişdir. Mən Rabbi Rasulullah sallallahu aleyhi və səlləm fəqalət ya Rasulallah. Sahabə deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm mənim yanımdan keçdi. Mən belə dedim, ey Allahın elçisi, inni qad kəbirtu və dəuftu, fəmurni bi əməlin ə'məluhu və ənə cəlisə. Dedi ki, ey Allahın Rasulü, mən yaşlanmışam, mən zəifləmişəm. Mən oturaq halda hələ bir edəcəyim əməl əmr etmənə, yəni oturaq halda edəcəyim bir əməl əmr etmənə. Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Səbbihilləhə mi'ətə təsbihatin fə innəhə tə'dulu ləkə mi'ətə rəqabətin tu'diqinəhə min vələd İsmail. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 100 dəfə təsbih et. Yəni 100 dəfə Subhanallah de. Sənin 100 dəfə Subhanallah deməyin İsmail ovladlarından 100 qulu azad etmənə bərabərdir. Sonra buyurdu sallallahu aleyhi və səlləm vəhmədilləhə mi'ətə təhmidətin tə'dulu ləkə mi'ətə fərəsin musaracətin mulcəmətin təhmidin aleyhə fi səbilillahi. Buyurdu ki, 100 dəfə Allaha həmd et. Yəni 100 dəfə Elhamdülillah de. Sənin 100 dəfə Elhamdülillah deməyin Allah yolunda minəcəyin yəhəllənmiş və yüyələnmiş, yəni cilovlanmış ata bərabərdir. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu. Və kəbbirilləhə mi'ətə təkbiratin fə innəhə tə'dulu ləkə mi'ətə bədənətin muqallətətin mutaqabbələtin. Buyurdu ki, sallallahu aleyhi və səlləm 100 dəfə təkbir et. Yəni 100 dəfə Allahu Ekber de. Sənin 100 dəfə Allahu Ekber deməyin 100 yəni boynuna nişan taxılmış, Allah qatında qəbul olmuş 100 dəvəyə bərabərdir. Və sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Və həllili mi'ətə təhlilətin qal İbn Xələf əhsibuhu qal təmləu mə beynəs səməyi vəl-ard. Və dedi ki, 100 dəfə təhlil et. Yəni 100 dəfə La ilahə illallah de. Ravi İbn Xələf deyir ki, mən hesab edirəm ki, hədisdə belə buyurmuşdur. 100 dəfə La ilahə illallah demək göyü və yeri doldurur. Yəni göyün, yerin arasında şeyləri doldurur. Və sonra Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Və la yurfa'u yawma izin li ahadin amalun illa an ya'tiya bi misli ma atayta bihi. Buyurdu ki, sallallahu aleyhi və səlləm, həmin gün sənin əməlini edəndən başqa, yəni kim sənin əməlini edibsə o başqa, istisnadır. Həmin gün sənin əməlini edəndən başqa heç kəsin əməli sənin əməlindən üstün ola bilməz. Subhanallah qardaşlar, bu da bir möhtəşəm bir fəzilətdir, möhtəşəm bir mükafatdır. İnsan 100 dəfə Subhanallah deyəndə 100 qul azad etmişə bərabərdir. 100 dəfə Elhamdülillah demək 100 ata, 100 dəfə Allah Ekber demək 100 dəvəyə və 100 dəfə La ilahə illallah dedikdə isə yerləri, göyləri doldurma bərabərdir. Bu cür fəziləti insan qaçırmamalıdır. Daima neynəməlidir? Dilini bu zikirlərlə yaş etməlidir. Həmçinin də bu kəlmələrin fəzilətlərindən dördüncü, bu kəlmələr günahları silir. İnsanın günahlarına kəffarədir. Abdullah ibn Amr ibn Alas radiyallahu anhuma rəvat edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Mə aləl ardı rəculun yəqul, la ilahə illallahu vallahu ekberu,
ve subhanallahi velhamdülillahi ve la havle ve la kuvvete illa billahi illa kufirat anhu zunubuhu ve lev kânet aktara min zebedil bahr. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yeryüzünde hele bir kimse yoktur ki, la ilahe illallah, vallahu ekber ve subhanallah, velhamdülillah ve la havle ve la kuvvete illa billahi desin, onun günahları denizin köpüğünden daha çok olsa belə onun günahları bağışlanmasın. Yani bu zikir, bu kelimeler onun günahlarını silir, günahlarını aparır. Şeyh Abdurrazak Əl-Bədr Hafizullah bu təliqdə deyir ki, yani bu kiçik günahlara aiddir, böyük günahlara ise tövbə lazımdır. Yani bu kiçik günahlara aiddir. Həmçində digər hədisdə Ənəs ibn Malik radiyallahu anhuna rəvat olunur ki, enne Resulullah sallallahu aleyhi ve sellem mara bi şeceretin yabisetil varaqi fetarabaha bi asahu. Buyurur ki, Allah elçisi sallallahu aleyhi ve sellem yarpaqları qurumuş ağacın yanından keçdi, əsasıyla onu vurdu. Sonra buyurur ki, فَتَنَاثَرَ الْوَرَقُ فَقَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem. Onun ağacların yarpaqları töküldü ve Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurdu. İnnel hamdelillah ve subhanallahi ve la ilahe illallahu vallahu ekber. La tusaqidu min zunubil abdi kema tesaqada varaku hazihi şecereti. Buyurur ki, elhamdülillah, subhanallah, la ilahe illallah, Allahu ekber. Bu ağacın yarpaqları töküldüyü kimi bu kelimeler de kulun günahlarını tökür. Ona görə də insan günahların az bir əməllə, yüngül bir əməllə silinməsi istəyirsə, bu zikirlərdən tutulmalıdır. Həmçinin 5-ci fəzilətlərindən bu kəlimələrin, bu kelimeler cənnətdə əkilən ağaclardandır. Necə ki, Abdullah ibn Məsud radiyallahu anhu rəvat edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdir. Demişdir ki, mən İsra gecəsi İbrahimlə qarşılaşdım. İbrahim mənə belə dedi: ey Muhammed, mənim adımdan ümmətinə salam çatdır. Onlara xəbər ver ki, cənnətin torpağı xoş, suyu isə şirindir. Və oranın arazisi dümdüzdür. Orada yani əkilən ağaclar Subhanallahi velhamdülillahi ve la ilahe illallah vallahu ekber kelimelerdir. Yani bu kelimeler cənnətdə yani əkilən ağaclardır. Kim isə istəyirsə cənnətdə ağacların əkilməsini, bu zikirləri çoxaltsın. Və həmçinin bu kəlimələrin fəzilətlərindən 6-cı odur ki, Subhanallah, elhamdülillah, la ilahe illallah, Allahu ekberi deməyi çoxaldan və İslamın içərisində uzun ömür sürən mömindən Allah qatında daha fəzilətli bir kimsə yoxdur. Necə ki, Abdullah ibn Şəddaddan radiyallahu anh rəvat olunur ki, Bənu Uzradan 3 nəfər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldi. 3 nəfər Bənu Uzra qəbiləsindən gəldi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və İslamı qəbul etdi. Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: kim bu 3 nəfərə himayə edə bilər? Və Talha radiyallahu anh dedi ki, mən ey Allah Resulü bu 3 nəfərə himayə edə bilərəm. Və onlar bu 3 nəfər həmin Talha radiyallahu anh'ın yanında qaldılar, yanında oldular. Və daha sonra Allah elçisi sallallahu aleyhi ve sellem döyüşə hərbi yəni dəstə göndərdi. 3 nəfərdən biri həmin dəstəyə qoşuldu və döyüşə getdi. Və daha sonra həmin 3 nəfərdən biri həmin dəstədə şəhid oldu. Və daha sonra yenə Allah Resulü sallallahu aleyhi ve sellem yenə döyüşə hərbi dəstə göndərdi. Onlardan ikincisi yenə bu dəstəyə qoşuldu. Sonra həmin dəstədə, yəni döyüşdə şəhid oldu. Üçüncü isə həmin o qəbilədən isə öz yatağında vəfat etdi. Və sahabə Talha radiyallahu anh deyir ki, mən bu 3 nəfəri yuxuda gördüm. Gördüm ki, onlar cənnətdədirlər. Və gördüm ki, yatağında vəfat edən kəs cənnətdə həmin o 2 şəhiddən önündə gedir, qabağında gedir. Onun arxasında isə ikinci şəhid olan onun arxasında, yəni yataqda vəfat edənin arxasında gəlir.
Lap birinci şəhid olan isə lap axırda onun arxasında gəlir. Deyir, mən çox təəccüb etdim və getdim Allah Rasulü sallallahu aleyhi ve sellem yanına bunları söylədim. Allah Rasulü sallallahu aleyhi ve sellem belə dedi, sən nə üçün təəccüblənirsən? Sonra buyurdu ki, Subhanallah, Subhanallah zikrini, Elhamdülillahi, Allahu Ekberi, La ilahe illallahı deyib çoxaldan, İslamın içində uzun ömür sürən mömindən Allah qatında daha fəzilətli bir kəs ola bilməz. Bu da onu göstərir ki, qardaşlar, necə ki, Şeyx Abdurazaq Əl-Bədir Hafizullah deyir ki, insanın ömrü uzun olarsa, əməli gözəl olarsa və həmin ömründə, həmin həyatında, əsnasında da dili daima zikr edərsə, o həmin insanın məqamı Allah qatında böyükdür. O Allah qatında ən fəzilətli kimsələrdəndir. Ona görə də çalışın, daima dilinizi bu zikirlərlə nəm saxlayın. Fəzilətlərdən bu kəlmələri Allah öz qulu üçün seçmişdir, seçib məxsus etmişdir və onun üzərinə böyük mükafatlar tərtib etmişdir. Və necə ki, Abu Said radiyallahu anhumadan rəvayət olunur ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, Allah elçisi sallallahu aleyhi ve sellem belə dedi. Deyir ki, həqiqətən Allah kəlmələr içərisində dördünü seçmişdir. Bu kəlmələr Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber kəlmədir. Sonra belə buyurdu ki, Fəmən qalə Subhanallahi kutubə ləhu 20 həsənətən və huddət anhu 20 seyyiətən və mən qalə Allahu ekber fəmislu zəlik və mən qalə la ilahə illallah fəmislu zəlik. Sonra buyurdu ki, Allah elçisi sallallahu aleyhi ve sellem kim bir dəfə Subhanallah deyərsə, ona 20 savab yazılır, 20 günahı silinir. Kim bir dəfə Allahu Ekber deyərsə, 20 savab yazılır, 20 günahı silinir. Kim bir dəfə La ilahe illallah deyərsə, 20 savab yazılır, 20 günahı silinir. Və sonra yenə Allah Rasulü sallallahu aleyhi ve sellem belə buyurdu. Və mən qalə elhamdülillahi rabbil alemin min qibeli nəfsihi kutubət ləhu 30 həsənətən və hüttə anhu 30 xatiətən. Sonra buyurdu ki, kim elhamdülillahi rabbil alemin deyərsə və bunu ürəkdən, yəni öz istəyi deyərsə, ona 30 savab və 30 savab yazılar, 30 günahı silinər. Burada hədisdə gəldi ki, ürəkdən, yəni öz istəyi ilə. Çünki Şeyx Abdurazaq Əl-Bədir Hafizullah deyir ki, çünki insan yemək yedikdən sonra, yəni su içdikdən sonra elhamdülillah deyir. Nəyə görə o nemətə müqabil olaraq. Həmçinin hansı bir nemət təzələnir, yenilənir, elhamdülillah deyir. Lakin insanın heç bir nemətin qarşı olmadan, öz istəyi ilə, ürəkdən, ixlasla elhamdülillah deyərsə, bunun savabı daha da çoxalar. Necə ki, gördünüz ki, 30 savab yazılar, 30 günahı silinər. Sonra bu kəlmələrin fəzilətlərindən 8-ci odur ki, bu kəlmələr deyən üçün cəhənnəmə qarşı sipərdir və həmin kəlmələr qiyamət günü nicat verici olaraq və sahibinin önündə olaraq gələcəkdir. Və necə ki, Abu Hureyra radiyallahu anh rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, qalxanızı götürün. Biz dedi ki, ey Allahın elçisi, düşmən mi gəlibmi? Yəni düşmən mi çatıbmı? Və Allah Rasulü sallallahu aleyhi ve sellem belə dedi. Lə, bəl cünnətukum minən nar, qulu subhanallahi velhamdülillahi və la ilahe illallah vallahu ekber. Dedi ki, xeyr, sizin qalxanınız, yəni cəhənnəmə qarşı subhanallahi velhamdülillahi və la ilahe illallah vallahu ekber deməyinizdir. Sonra buyurdu ki, sallallahu aleyhi ve sellem, dedi ki, bu kəlmələr qiyamət günü nicat verici olaraq və sahibinin önündə gələcəkdir. Onlar qalıcı salih əməllərdir. Yəni burada sonra gəlir ki, qalıcı salih əməllər. Bu Allah Azza Cəllə Kəf surəsindəki olan ayəyə müvafiqdir. Necə ki, Allah Azza Cəllə buyurur ki, qalıcı salih əməllər Allah qatında savab və ümid baxımından daha xeyirlidir. Və burada gəldi ki, qiyamət günü nicat verici olaraq, yəni sağından, solundan həmin zikirlər qulu qoruyacaqdır.
və önündə gedəcəkdir və ona fayda verəcəkdir. Bu da çox möhtəşəm bir fəzilətdir. İnsan bu zikirlər edəndə özü üçün nə götürür? Yəni ona fayda verəcək yoldaşlar götürür qiyamət günü. Qiyamət günü onun yanına gələcək bu zikirlər. Və 9-cu fəzilətdən budur ki, bu zikirlər Rəhmanın ərşi ətrafında dövr edəcək bu zikirlər. Və arının vızıltısı kimi onların səsi olacaq. Və həmin səs, həmin o diyənin sahibini xatırladacaqdır. Necə ki, Numan ibn Bəşir radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnə mimmə təzkurunə min cəlalillahi ət-təsbih və təkbir və təhlil və təhmid. Buyurur ki, Allah elçisi sallallahu aleyhi və səlləm, Subhanallah, Allahu Ekber, La ilahe illallah, Elhamdülillah, Allahı uzatmaq baxımından sizin zikr etdiyi şeylərdəndir. Sonra buyurdu ki sallallahu aleyhi və səlləm Yen'atifnə havləl arşi ləhunna taviyyun kətaviyyun nəhli tuzakkiru bi sahibihə. Buyurdu ki sallallahu aleyhi və səlləm bu zikirlər ərşin ətrafında dövr edəcəkdir. Onların arı vızıltısı kimi bir səsləri olacaq və sahiblərini xatırladacaqdır. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki Əmə yuhibbu əhadukum ən yəkunə ləhu Əv lə yəzələ ləhu mən yüzəkkur bihi. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biriniz onu xatırladan bir kimsənin olmasını və yaxud da davamlı şəkildə onu xatırlatmaq istəyən bir şeyin, bir kimsənin olmasını, qalması istəmirmi? Yəni, bu kələmələri insan deyəndə təsəvvür edin, qardaşlar, bu zikirlər samaya ərşə qalxır. Və arının vızıldığı kimi bir səsi var, vızıldayı səs çıxardır. Və dövr edir ərşin ətrafında, həmin diyəni xatırladır. Və insan istəmirmi ki, bu zikirləri çoxalsın və onu ərşin ətrafında, onu bu zikirlər xatırlatsın. Həmçində bu zikirlərin, bu kəlmələrin fəzilətlərindən 10-cu, bu kəlmələr mizanda ağır gələcəkdir. Necə ki, Əbu Sulmə radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi. Bəx və əşarə biyədihi bi xams mə əfqələhunnə fil mizan. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bəh. Sonra 5 barmaqlarına 5 barmağını işarərək belə dedi. Dedi ki, bunlar, yəni bu şeylər mizanda, necə gözəl mizanda ağır gələcəkdir. Yəni bu şeylər mizanda necə də ağır gələcəkdir. Bu həmin sadalacaq deyəcəyi Peyğəmbər sallallahu aleyhi ve sellemin 5 şey. Onlar hansılardır? Subhanallahi velhamdülillahi və la ilahe illallah və allahu ekber vəladus salih yutaffa lilmərri muslim və yəhtəsibuhu. Onlar hansılardır? Subhanallahi velhamdülillahi və la ilahe illallah və allahu ekber 4. 5-ci isə bir müsəlman kəsin vəfat etdiyi salih övladı. Əgər o həmin kəs bunu savabını Allahdan ümid edərsə. Burada yəni bu kəlmələr mizanında ağır gəlir. Bir fayda verim ki, hələ əməllər var ki, onlar digər əməllərdən fərqlənir. Nədir? Mizanında ağır gəlməsi ilə. Biri, yəni 5-i nədir? Biz indi sadaladığımızdır. Yəni yəqin ki, yadda qalır. Bəli. Və sonra 5-ci nə oldu? Salih övlad. Düzdür? Başqa hədisdə gəlir ki, mizanda ağır gələn əməllərdən gözəl əxlaq. Sonra gəlir Subhanallah və bihamdihi və Subhanallah azim. Sonra gəlir cənazə namazını qılıb, cənazəni dəf edənə qədər müşahidə etmək. Sonra gəlir mizanda ağır gələn əməllərdən fərz namazlarının sonunda edilən zikirlər. Bunlar mizanda ağır gələn əməllərdir ki, insan bu şeyləri qaçırmamalıdır. 11-ci fəzilət, yəni bu kəlmələrin odur ki, bu kəlmələr hər biri sədəqədir. Necə ki, Əbu Zər radiyallahu anh rəvayət edir ki, sahabələrdən bir dəstə Allah elçisinin yanına gəldi sallallahu aleyhi və səlləmin və dedilər ki, ey Allahın elçisi, var dövlətli insanlar bizi keçdilər. Onlar bizim namaz qıldığımız kimi namaz qılırlar. Bizim oruç tutduğumuz kimi oruç tuturlar və malların artığını sədəqə verirlər. Və Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu.
Allah sizin üçün sədəqə verəcək şeylər təyin etməmişdir, yəni təyin etməmişdirmi? Və sonra buyurdu ki, sallallahu aleyhi və səlləm, hər bir təsbih, yəni subhanallah sədəqədir. Hər bir təkbir, yəni Allahu Ekber sədəqədir. Hər bir təhmid, yəni elhamdülillah sədəqədir. Hər bir təhlil, yəni la ilahe illallah sədəqədir. Yaxşılığı əmr etmək, pislikdən çəkinmə sədəqədir. Və sizdən biriniz öz zövcəsinə yaxınlaşması da sədəqədir. Və sahabələr dedilər ki, ey Allahın elçisi, bizdən birimiz şəhvətinlə öz yəni zövcəsinə yaxınlaşmasında da sədəqə var. Və Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Dedi ki, əgər bu haram yolla olsaydı, ona günah olmayacaqmı? Beləcə də o halal yolla yaxınlaşdığına görə ona savab vardır. Və bu hədis onu göstərir ki, dəyərli qardaşlarım, insan yəni təkcə var, yəni pulla, yəni vermək sədəqə və yaxud da malla ki, ancaq mən pul verim sədəqə verəcəm. Yəni Allah azza cəl lütfu genişdir. Bizə kimisə pulu yoxdursa, bu cür əməllər təyin edərək insan sədəqə savabını qazana bilir. Ona görə insan təəssüflənməməlidir ki, mənim pulum yoxdur, kimisə hansısa bir kasıb qardaşın, kimisə kartına pul ata bilmirəm. Lakin bu cür əməllərlə də sədəqə savabını qazana bilər. Və sonuncu olaraq 12-ci fəzilətini söyləyirəm. 12-ci fəziləti bu kəlmələrin odur ki, bu kəlmələr əgər Quranı öyrənə bilməyən, Quranı oxuya bilməyən kəslər üçün Qurandan sayılır. Yəni bu kəlmələr Qurandan sayılır. Necə ki, bir ərəb Allah Rasulü sallallahu aleyhi və səlləm yanına gəlir və belə deyir. Ey Allahın Rasulü, mən Quran oxumağı yəni oxuya bilmirəm, Quran öyrənə bilmirəm. Mənə elə bir şey əmr et ki, elə bir şey öyrət ki, o Quranı əvəz etsin. Və Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Təqulu subhanallahi velhamdülillahi və la ilahe illallah vallahu ekber. Yəni bu 5 kəlməni söyləyirsən. Bu 5 kəlmə sənin üçün Quranı əvəz edəcəkdir. Həmin ərəb neynədi? Barmaqlarıyla hamısını bükdü. Sonra həmin ərəb Peyğəmbər sallallahu aleyhi və səlləmə belə dedi. Bu Allah üçündür. Bəs mənim üçün nə var? Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Deyirsən, Allahü məğfirli, Allah məni bağışla. Vərhamni, məni rəhm et, və afini, məni afiyyət ver, vərzuqni, məni ruzu ver, vəhdini, məni doğru yola yönət. Həmin ərəb də digər əlini, barmaqlarını yumdu. Beləliklə, yəni iki əlinin ikisini də yumur və Allah Rasulü sallallahu aleyhi və səlləm belə deyir ki, buna gəlincəsə o bütün əli ilə xeyrlə doldurdu. Və bu kəlmələr, dəyərli qardaşlarım, onu göstərir ki, necə də möhtəşəm bir kəlmələrdir ki, insan yəni bu zikirlərlə, bu kəlmələrlə hansı mərtəbəyə qalxa bilər, hansı mükafatı əldə edə bilər. Ona görə insan heç vaxt səhlənkar yanaşmamalıdır. İnsan görürsən ki, boş vaxtı varsa, yol gedir, nə bilim, maşınla gedir, yolla harasa gedir, boş vaxtı var, hansı telefona baxmaqdansa, yəni insan bu zikr etməlidir. Və bu fəzilətləri düşünməlidir ki, necə də möhtəşəm bu mükafatlar tərtib olmuşdur bu kəlmələrə. İnşallah belə bir xatırlatma istədim. Düşünürəm ki, bu xatırlatma hər bir üçün faydalı oldu. Çünki hər birimiz üçün bu xatırlatmaq lazımdır ki, çünki insan zikirlər edəndə bu fəzilətləri unudur və insan xuşu ilə o zikirləri edə bilmir və Allah azza və dua edirəm ki, bu xatırlatmamı hər bir üçün faydalı etsin. Subhanakallahumma bihamdik. Əşhədü ən la ilahə ən əstəğfiruka və tubu ileyk. Allah sizdən razı olsun qardaşlar.